Herkese salamlar dostlar, mən Əbülfəz bugün sizlə birlikdə ev yapımı eləyəcəyik Minecraftda. Videoya like atmayı unutmayın. Əlbəttə ki, bu evi özüm eləməmişəm. Bir kanaldan görmüşəm. Sizə də göstərəcəm. Görməyənlər varsa eləyə bilərlər. Deyəcəkdim ki, hava qaraldı. Onun üçün bir dənə biz time set çəkək. Tərsinə yazdım. Time set çəkdik. Birinci odun lazımdır ən çox bizə. Çünki evin yeri yarısı odundandır. Birinci 1, 2, 3, 4 belə çıxırıq. Sonra bu tərəfə 5 çıxacaq. 1, 2, 3, 4, 5. Sonra bunu yerlə birləşdirək. 1, 2, 3, 4. Burada 4 eləyəcək. Bura 5 idi. Bura 4 olacaq. Bunu da bir yerlə birləşdirək. Sonra simetrik olmağı üçün yenə 5 eləyəcək. 1, 2, 3, 4, 5. Sonra bunu da yerlə birləşdirək. Yəni belə olacaq. 5, 4, 5. Sonra buralardan hamısını yenə 4 eləyəcək. 1, 2, 3, 4. 1, 2, 3, 4. Bunları birləşdiririk. Yerlə də birləşdiririk. Buraya qədər yəqin ki, hər şey asandır. Belə görünəcək əgər hər şey düzgün elədinizsə. Bunları eləyəndən sonra indi gələcək evin arxa tərəfinə. Buradan bu ucudan 8 dənə gedəcək. 1, 2, 3, 4, 5, 6, 7, 8. Sonra yerlə birləşdirib. Buradan da gedəcək. 1, 2, 3, 4, 5, 6, 7, 8. Sonra yerlə birləşdirək. Bunları da bir-birindən birləşdiririk. Hər şey eləyəndən sonra belə görsənəcək. İndi gələcək evin aşağı qatına. Birinci bura qapı qoyacaq deyə tez belə qapı girişi eləyək. Qapını içdən qoysanız lap qəşəng durar. Belə yəni mən içdən qoymağınızı məsləhət görürəm. Kim istəyirsə belə çöldən də qoya, səhv qoydum, çöldən də qoya bilərlər. Amma məncə içdən lap qəşəng görsənir. Sonra evin bütün ətrafını odun almamışam normal. Bu odundan nədir olmalı? Meşə ağacı odunuyla evin ətrafını çevirir. İstədiyiniz odunu eləyə bilərsiniz. Mən bunu eləyirəm hələlik. O sizin zövqünüzlə bağlıdır. Hansı sizə eləyə bilərsiniz. Hər tərəfini çevirək evin. Buranı da çevirək. Qurtardı. İndi pəncərə qoyacaq, amma qoymazdan əvvəl belə eləyək. Bu iki tərəfinə belə eləmirik. Bu iki tərəfinə buradan da üstündən çəkirik. Bu tərəfdən də. Amma o biri tərəflərə 4 dənəli pəncərə qoyacaq. Buraya eləncə tək pəncərə qoyuruq. Yəni belə düz. Bura belə eləyəndən sonra indi gələ əsasa 2 dənə bura qoyuruq, 2 dənə bura qoyuruq. Görünüş kimi 4 dənə qaldı. 4 dənə də belə qoyuruq. Sonra keçdi bu bir tərəfə. Yenə 2 dənə, 2 aralıq bıraxdıq. 2 dənə, 2 dənə aralıq bıraxdıq. 2 dənə. Elə eləməliyik ki, hər tərəfə də 4 dənə şüşə düşməlidir. Bunu da belə eləyək. Keçək bu bir tərəfə. 2 dənə, 2 dənə, 2 dənə, 2 dənə, bu tərəfə də 2 dənə. Biz buranı da eləyim. 2, 2, 2. Sonra buraları yenə şüşə qoyuruq. Pəncərə 4 dənəli. Tez bu tərəfə eləyir. Bir də ki, kanala da abunə olmağı unutmayın. Həm də qoyduğum videolardan tez xəbərdar olarsınız. Buranı da tez eləyək. Aşağı qatı demək olar ki, tamamladıq. Amma əlbəttə ki, çatı hələ durur, onu birazdan eləyəcək. İndi ikinci qatın quruluşuna keçəcək. Onun üçün də belə eləyəcək. Hər 4 küncə belə tək odun qoyuruq. Yəni evin hər 4 küncünə belə qoyuruq. Sonra bunun üstünə bunu saymayacaq. Bunun üstünə 5 dənə gedəcək. 1, 2, 3, 4, 5. Bu tərəfə də 1, 2, 3, 4, 5. Sonra bunları birləşdirək. Bunlar da tez səhv elədim. Buradan eləyəcək. Buradan da eləyək. Tez. Evin üstündə elədik, amma buranı bildiyiniz kimi 5 qalxdığımıza görə bir blok yəni bundan üstündür. Onun üçün də oranı bağlamaq üçün birinci evin ətrafını yenə çeviririk. Buranı da çevirək.
Sonra hər 4 tərəfini çevirdikdən sonra üstündən də yenə qoyacaq blok qoya bilmədim. Keçək o biri tərəfə. Belə eləyəndən sonra indi üstdən də yenə gedəcək. Çünki dediyim kimi yenə bir bloku üstədir deyə elə eləyəcək. Buranı da tez eləyək. Sonra indi yenə həmişə kimi pəncərə qoyacaq. Amma burada pəncərəni biraz fərqli qoyacaq. Çünki dediyim kimi çatı var və gəlib buradan eləsək həmin damı gəlib bura düşəcək. Onun üçün də bunu fərqli eləyəcək. 2 dənə belə qoyuruq yenə. 2 getdik, yenə 2 dənə qoyuruq. Bu dəfə 1 gedirik. Bununla belə qoyuruq. Sonra yenə 1 gedirik. Sonra da yenə 2 gedirik. Şüşələri də belə qoyaq tez. Tez eləyək. Sonra həmişə kimi yenə qoyuruq buraya 2 dənə. 1 blok bir dəqiqə burada necə olur? 2 1 getdin. Hə düzdür 2. Belə. Buranda belə. Keçdik o biri tərəfə. 2 burada qabaqdakını elə bura təkrar edirsən. Onun üçün də o qədər də burada problem olmur. Asan da olur. Tez pəncərələri qoyaq. O biri tərəfə də indi axırıncı dəfə qoyaq və bitir. Tez pəncərələri də yerləşdirək. İkinci qatı da hazırladıq gördüyünüz kimi. İndi gələk birinci qatın damını necə eləyəcək onu göstərin. Bir də ki yadımdan çıxıb onu belə eləyin. Ortadakını qırın və buraya şüşə qoyun. Səhv yerə qoydum. Buraya şüşə qoyun. İndi gələk əsas çətin işə, dam işinə. Belə başlayaq. Buradan aparırıq. Bunları izləsəniz yaxşı olar. Çünki bunun deyiləcək bir şey yoxdur. Səhv qoyanda adam hesab keçirdirik. Ay da donur deyə premium deyil. Belə də olmur. Mouse'un səs çox düşməsə yaxşıdır videoda. Belə eləyəndən sonra abi çıxa bilmədim. Sonra belə qoyacaq. O qədər donur ki, telefonda bundan tez edirəm. Bunda belə eləyənmədim. Deyəcəkdim ki, eləyənmədim. Sonra bir dənə basamaq alım. Adam kimi çıxsın. Branch deyə bundan alaq. İndi belə eləyək. Sonra indi bir də bunun üstündən beləsinə gedəcəyik. Belə. Tez gedək. Buranı da tez eləyək. Kurtara bilsək. Kurtar da tara. Buranı da belə eləyək. Buranı yaxşısı bundan eləməyək. Qaradan eləyək. Onun üçün də bundan bunu dəyişdirəcəm. Buranı da tamamlayaq. İndi laf qəşəng durmaq üçün bunun altlarına da belə qoyaq. Bu tərəfə də.
Və gördüyünüz kimi altın çomaq da olmur. Altın qatını elədik. Eləncə qaldı üst. Amma buralar belə görsənməsin deyə buralara blok qoyacağım. İndi daha qəşəng durdu. Bəzən uçmur game modda, onu da baş aça bilmədim. İndi keçək üst tərəfə. Üst tərəfi necə eləyəcək? Onu da belə götürürük. Birinci nərdivanda götürürük. Zarfası nətər idi? Hə, belə nərdivan dedim, çaşıb. Belə eləyirik. Tərs elədim. Beləsinə. Yenə gecə oldu. Bu səhər eləyək. İki videoda yaxşı düşsün. Bunu da eləyək. İndi bir də buradan çıxaq. Bir də ki, buradan qoymayın. Bunun yanındakı blokdan başlayın. Yoxsa düz gəlməməzlik olacaq. Onun içindəki həmin blokdan qoymayın. Oyun nətər donursa. Sonra bunu gördüyünüz kimi gəldi, birləşdi. İndi bunu arxaya da eləyəcəyik həminkini. Tez eləyək. Səhv başladım. Tez. İndi keçək bu bir tərəfə. Yenə. Belə. Bunları birləşdirdik. İndi buraya mən sadə çatı eləyəcəm. Yəni baza. Belə normal qoyacam elə. Bir dəqiqə belə yaxşı başa düşərsiniz. Belə eləyin siz. Ortadan, tən ortadan 1, 2, 3, 4, 5 çıxın, yanlarında 4 eləyin. 2, 3, 4, 5 yox, 4 eləyəcək. 1, 2, 3, 4 Çox qaldı. Yəni mən belə edirəm. Əlbəttə ki, bağlayanda qəşəng duracaq. İndi belə durur. İndi başlayaq. Belə. Tez bunları edeyim. Bunları onsuz izləməyiniz yaxşıdır. Belə heç deməyəcəm burada. Bir dəqiqə bunu silər biz. Çünki bunu eləməmişim. Eləyənməliyik. Siz də birinci bunu eləməyin. Əgər kompüterdə oynayırsınızsa. Buranı edeyim. Bir dənə buranı edeyim. Güzel. İndi qoya bilərik. İndi keçək qabağa. Mən yaxşı soldan edeyim. Soldan yaxşı gedirəm. Sağdan edeyim. Bunlara həqiqdən adam heç sinirlənir. Tez. İndi yenə buranı da gedək. Hələ o biri tərəf durur. Tez ol. İndi keçək o biri tərəfə. Yenə buraları belə eləyək. Əlbəttə ki, burada baca olmayacaq. Yəni baca bir dənə olur. Ona görə də buranı full eləyəcək yan aşağını. Tez eləyək. Soldan edirəm mən. Yəni soldan da tövsiyə edirəm. Çünki sağdan heç cürə eləmək olmur. O da ayrı bir problemdir. Az qaldı. Tez bunları da eləyək. İndi buranı bir yana belə eləyəcəm. Çünki bir dənə yenə gedəcək qat. Ətrafını çevirəndə. Hələlik belə qalsın. İndi gələk bura. Buranı da belə eləyəcəyik.
Səhv yerə qoydum. Belə. Yəni deyirəm, istədiyiniz kimi seçə bilərsiniz. Yəni siz odun seçməyin, onun yerinə normal bir şey seçin. Yəni yün də ola bilər, o sizin zövqünüzə baxır. Amma evi düzgün eləməyiniz burada şərtdir. Ortaya da bu odundan qoyaq. İndi bu qalan yerlərə də pəncərə qoyacağıq. Belə indi keçək arxa tərəfə. Evimiz də get-gedə qəşəngləşməyə başladı. Deyə bilmədim. Gecə deyə dilim söz tapmır. Tez bunlar da eləyək. Mouse'a basmaqdan öncə əllərim ağrıdı. Yəqin ki videoda mouse'un səsi gələcək deyə mahnının biraz kodunu artırarım. Təsdiqdən də Minecraft'da sağla qoyursan, sağ da məndə çox səs çıxardı. İndi buraları da eləyək. Tərsinə qoyum. Ən zəhləm getdiyim qism. Buralara qoymuruq, çalışdım. Buralar belə çıxacaq. Əslində belə eləyə bilərik. Gəl o da biraz vaxt apar. Nəysə buranı da eləyək. Belə. Burada. İndi belə eləyək. Sonra buraların yenə altını belə qoyacaq. Yəni tərsinə. Buraya da blok. Arxanı elədi, indi qaldı bu bir tərəf qabaq. Tez eləyək. Tərsinə qoyanda buraya qoymayacaqdıq. Yenə çalışdım. Tez elə belə çəkək. Tez o. Buranı da belə. Burada belə. İndi bunları tərsinə qoyacağıq. Onu saf qoydum. Yenə saf qoydum. İndi düz. Laga bax sən. Və gördüyünüz kimi evimiz qarşınızdadır. Məncə çox gözəl evdir. Mən çox bəyənirəm. Nəysə, videomu burada sonlandıraq. Onsuz da evi də bitirdik. Arzu edirəm ki, videomu bəyənmişsinizdir. Bugünlük məndən bu qədər. Sağ olun, salamat qalın.